Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 5 Mart 2026-cı ilin astroloji proqnozları söyləyəcəm. Maraqlı bir günlə üz-üzəyik. Dünyanın gedişatında sensasyon bir olayın olacağı gözlənilir. Nə olacaq, necə olacaq biz bilmirik. Çünki hər gün bir şey olur. Ağla gəlməyən ölkələr qarşı-qarşıya gəlir, bombalanır, sui-qəsdlər olur. Ona görə də bu barədə nə deyəcəyimizi bilmirik. Sadəcə biz gedişatı, ab-havanı tuta bilirik ki, bəli, bugün hansısa bir sensasyon dünyanın üçün olay olacaq. Allah xeyirlisindən eləsin. Ramazan ayında biz ancaq gözəlliklər arzuluyoruz. Çox təəssüf ki, Ramazan ayında İslam coğrafiyasının ən azı 3 ölkəsində bax belə qan töküldü, qan tökülür, əziyyətlər olur. Biz heç istəmərik bunu. Neyniyək? Ramazanda insanlar vəhdət, sevgi, bölüşmək, paylaşmaq kimi hisslər yaşamalıdır. Amma bizdə insanlar çox təəssüf ki, belə ağır durumdan keçməli olurlar. Yenə də Allah köməkləri olsun hər kəsə. Ramazanınız da mübarək olsun, oruçlarınız Allah qəbul eləsin, ibadətləriniz Allah qəbul eləsin. Yol gedirik. Çərşənbələr, Novruz bayramı, Ramazan bayramı, bir yolunu gedirik. Bu da hamısı ikisi də eyni mahiyyətlidir ki, insanlara birlik, vəhdət paylaşmaq, sədəqə vermək, bərabərlik yaratmaq məqsədi güdür. Buna da riayət edək inşallah. Və keçək günün proqnozlarına görə ayrı-ayrı zodiak işarələri üçün bugünkü gündə vəziyyət necədir? Qoç bürcü. İmkan daxilində çalışın ki, təşəbbüskarlıq başqalarında olsun. Çünki bugün istənilən riskiniz iflasa uğraya bilər. Daxili gücünüzü ənənəvi vəzifələrinizin icrasına yönəldin. Boğa bürcü. Ağlınız kəsməyən və ya keçmişi qaranlıq olan istənilən şəxslə işbirliyi qurmaqdan çəkinin. Ağır fəsadlar ola bilər. Əgər planınızda olsa, uzaq səfərə çıxın ki, daxili rahatlığınız bərpa olunsun. Əkizlər bürcü. Maraqlı insanlarla rastlaşacağınızdan xəbər verən göy qübbəsi bu təqvimdən razı qalacağınızı bəyan edir. Daxili orqanlarınızı qoruya bilsəniz, gün ərzində hər hansı bir fəsad olmayacaq. Xərçəng bürcü. Qarşınızda unikal bir tarix dayanıb. Demək olar ki, bütün proseslərdən mənfəət götürəcəksiniz. Əlbəttə, əgər bütün planlarınız ədalət prinsiplərinə söykənərsə, dilinizi duasız eləməyin. Şir bürcü. Ümumi gedişat maraqlı bir təqvim yaşayacağınızı bəyan edir. Hər şeyə yenidən başlayın. Əgər 3 dəfədən çox cəhd etdiyiniz işlər boşa çıxırsa, onlardan bərbaşdan imtina edin. Bugün səfərə çıxmaq da olar. Qız bürcü. Boş dayanmağa lüzum yoxdur. Hər fürsətdən yararlanın. İstirahət və əyləncələri hətta arxa plana da salmaq lazımdır, yaxud da olar. Ola bilsin ki, axşama doğru sevincinizi artıran fəaliyyət sürprizləri yaşayasınız, təki olsun. Tərəzi bürcü. Kosmik fon uğursuz olduğu üçün bir çox məsələlərə ehtiyatla yanaşmağınız lazımdır. Maliyyə sahəsində isə bütün planlarınızı dondurmağınız məsləhətdir. Yalandan keçən işlərdən də yayının. Əqrəb bürcü. Səhər saatlarında müəyyən problemlərdən keçəcəksiniz. Təmkininizi qorumaqla bu gərginliyi minimal itki ilə başa vura bilərsiniz. Günün qalan vaxtı isə müsbət çalarlarla bol olacaq. Oxatan bürcü. Təxminən saat 15-ə qədər, yəni günorta saat 3-ə qədər nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Hansısa problemin yaranacağını düşünməyin. Sonraki müddətdə isə, yəni günorta 3-dən sonraki müddətdə isə diqqətli olmağınız vacibdir. Oğlaq bürcü. Astronomik quruluşun o qədər də qənaətbəxş olmaması köhnə münaqişələri təzələnməyinizin qorxulu olacağını göstərir. Köhnə münaqişələri yenidən qalxa bilər, amma siz qaldıra bilərsiniz, başqası qaldıra bilməz. Ona görə oyatma mürgülü xatirələri, yəni elə şeyləri qurdalamayın. Ramazandır, böyük günah yaza bilər.
Ramazandır, Novruz ərəfəsidir, qətiyyən elə şeylərə getməyin. Ümumiyyətlə, bütün gücünüzlə neytrallığınızı qorumağınız daha vacibdir. Su tökən bürcü. Düşərli bir gün yaşayacaqsınız. Ailə üzvlərinizlə gündəlik ünsiyyətdə olduğunuz insanlarla mülayim davranın ki, bu hal davamlı olsun. Şəxsi büdcənizi bərk-bərk qoruyun. Balıqlar bürcü. Ötən günlərin gərginliyindən əsər əlamət qalmayacaq. Üstəlik gələcək həyatınız əslində ötən günlərdə belə göstərsə də ötən günləriniz əslində normal idi. Ayın ən yaxşı günləri idi son 2 gündə, amma ümumən yəqin bütöv mart şəklində götürülür. Üstəlik gələcək həyatınızda önəmli rol oynaya biləcək şəxslərlə rastlaşmaq ehtimalınız da var. Nə gözəl. Həyatınızda müsbət rolu olanları unutmayın. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.